Bu film çəkiliş meydançasında baş verən faciənin izlərini daşıyır. Çəkiliş zamanı partlayış baş verir və 3 nəfər elə yerindəcə həlak olur. Rejissor isə ertəsi gün qospitalda həyatını itirir. İndi isə Azərbaycan kino tarixində çox az adamın bildiyi ən ağır faciələrin birindən danışacağam. 1968-ci ildə ekranlara çıxan Mən ki gözəl deyildim filmi xalq yazıcısı Bayram Bayramovun eyni adlı povesti əsasında ekranlaşdırılıb. Hadisələr 2-ci Dünya müharibəsi illərini əhatə edir. Əsas qəhrəman Azərbaycanın dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidə uşaq ikən anasını itirib. Müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Filmdə elə bu epizodla başlayır. Hadisənin şahidlərindən biri, filmin operatoru təyin edilmiş Rasim Ocağov hadisə haqqında belə danışır. 1967-ci ildə Mən ki gözəl deyildim filminin birinci yaradıcı heyəti ilə Lənkəranda faciəli hadisə baş verdi. Həmin epizodda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməli idi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqlar arasındakı 6 partlayışın hündürlüyünü, ölçülərini götür qoy etdik. Sonra studiya adəti ilə ilk günü şampanla yumaq üçün ziyafət verməyi də nəzərə aldıq. Budur, Port İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexniklərə işarə verilir. Çəkiliş başladı. Birinci kadr, birinci dubl. Birinci, üçüncü, beşinci partlayış. Hər şey əladır. 6-cı. Ayaqlarımızın altında nəsə güppuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqədən çıxmışdı. İç halatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik uzanmışdı. Hər şey tüstü içində idi. Yox, sən sağ-salamat gələcəksən. Ərik ağacımız hələ çiçək açmamış gələcəksən, ata. Qana bulaşmış Ramiz yanımdaydı. O əlini mənə uzadıb dedi. Rasim, bax barmağımın üçü yoxdur. Ayağa durmağa çalışdı. Ancaq qalxa bilmədi. Qıçlarının ikisi də üzülmüşdü. Lakin bunu dərk etmirdi. Ağlına yerləşdirə bilmirdi. Mən də qıçımdan yaralanmışdım. Qanaxmanı saxlamaq üçün yaramı dəsmalla bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos, çaxnaşma. Bizi vertolyotlarda apardılar. 4 nəfər həlak oldu. 3-ü elə yerindəcə, Ramiz isə ertəsi gün qospitalda. 4 nəfər yaralandı. Sonra bizə dedilər ki, bədbəxt yoldaşlarımızın cənazələrini studiyadan götürüblər. Çoxlu adam varmış. Hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb. Üstünə mindiyimiz saldakı qurğunu partladıb. Şərif dayı, adamdan məktub! Adamdan məktub! Baş vermiş faciədən sonra ciddi problemlər yaşanır. Sağ qalan üzvlər yenidən başlayacaq çəkilişdən imtina edirlər. Yerli rejissorların çoxu yarımçıq qalmış işi boynuna götürməyi istəmir. Digər tərəfdən filmə xeyli pul xərclənmişdi. Kinostudiyada plan kəsiri yaranmışdı. Vəziyyətdən çıxmaq üçün Moskvada yaşayıb fəaliyyət göstərən, əslən İranlı olan Sasanpuru rejissor kimi dəvət edirlər. İkinci quruluşçu rejissor kimi Ağarıza Quliyev təyin olunur. Operator isə Moskvadan dəvət edilir. Aleksandr Polkanov. Ancaq Polkanov rəhbərliyə Sasanpurun əsərin ruhunu, mühiti hiss edə bilmədiyini deyir. Çox çək-çevirdən sonra Tofiq Tağızadə rejissor təyin olunur. O, məzahir roluna dəvət olunmuş Oleg Xabbalovu dəyişdirir və bu obrazı Şahmər Ələkbərov oynayır. Baş rolda Səidə obrazına uzun müddət aktrisa axtarılır və Əminə Yusif qızını Xuraman Qasımova əvəzləyir. Səidə! Salam Səidə. Salam. Filmdə Rəhim baba obrazını canlandıran Ağarıza Quliyev, oğlunun faciəli xəbərini alan bir atanın yaşadığı dərin sarsıntını və mənəvi iztirabı son dərəcə təsirli və inandırıcı şəkildə canlandırır. O, çəkilişlər zamanı həqiqətən də oğlunun Odessada film çəkərkən vəfat etdiyini öyrənir. Vəhşilər oğullarımızı əlimizdən alırlar. İlk quruluşda bir neçə döyüş səhnəsi çəkilsə də, bunlar növbəti quruluşa salınmayıb.
1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda Xuraman Qasımova qadın rolunun ən yaxşı ifasına görə diplomuna layiq görülüb. Bütün bu müsibətlərə, anaların göz yaşlarına dözmək çətindir. Mən daha bacarmıram.